Əziz şagirdlər, olimpiada tipli belə bir sual var bizə təqdim olunan. Çox maraqlı sualdır. Kifayət qədər də deməli çətin sualdır, asan sual sayılmır. Gəlin birlikdə həll edək. Deməli bizə x ədədi verib və soruşur kök altda x çıx 2 böl 6. Əvvəlcə misala baxanda, əgər siz bunu kub düsturu kimi açmaq, yəni vurub açmaq istəsəz və yaxud da kuba yüksəldib həll etmək istəsəz, ən böyük səhvi burada edirsiniz. Düzdür, sonda cavab ala bilərsiniz. Amma olimpiyadada istifadə olunduğuna görə burada bizə ən pratik, ən sadə yolla həll lazımdır və eyni zamanda da az vaxt aparan. Ona görə gəlin baxaq. Əvvəlcə misala baxan kimi biz orada müəyyən bir qanuna uyğunluq, oxşarlıq görməliyik. Ədədlərə baxırıq. 45678, 45676. Fikir verirsiniz ki, hər biri deməli bir-birindən 2 vahid fərqlənir və bunların arasında yerləşir 45677 ədədi. Məsələn, bir A ilə işarə edək. 45677 ədədi. Görürsünüzmü? Bunun üzərinə 1 gələndə 78'i verir, 1 çıxanda 76'nı verir. Deməli biz bu ədəddən istifadə edib verilmiş ədədi daha sadə şəkildə gətirə bilərik. Onda baxın, bu məsələ daha aydın olsun deyə hər birini yazacağım. 678'i yazırıq nə? 45677 üstə 1 kimi yaza bilərik. Digərini isə, yəni 45676'nı isə 45677 çıx 1 kimi yaza bilərik. Aydındır? İndi baxaq. Bizdə 45677'ye A dedik. Deməli x ifadəsi olacaq A üstə gəl 1'in kubu çıx A çıx 1'in kubu. Uşaqlar, bu ifadə deməli olimpiyada tipli suallar olan kitablarda hazır şəkildə verilir. Amma bunu açıb da həll edə bilir. Yəni bu ifadənin cavabı 6a kvadratı üstə gəl 2'dir. A üstə gəl 1'in kubu çıx A çıx 1'in kubu 6a kvadrat üstə 2'dir. Yox, əgər siz həll etmək, tapmaq istəyirsə, yəni bu yadınızda qalmırsa, adi kub düsturu şəklində aça bilərik. Gəlin birlikdə açaq. Görək ki, həqiqətən də bu cavab alınır. Açırıq birinci. Birincinin kubu, birincinin kvadratının ikinci hasilinin deməli 3 misli plus ikincinin kvadratının birinci hasilinin 3 misli plus digərinin kubu, ikincinin kubu minus. Bunu da həmin formada sadəcə minus pluslarla açırıq. A kubu çıx 3a kvadratı üstə gəl 3a çıx 1. İndi mötərizələri atırıq. A kubu üstə 3a kvadratı üstə 3a üstə 1 çıx A kubu üstə 3a kvadratı çıx 3a üstə 1. İndi baxırıq. A kublar ixtisar gedir və 3a'lar ixtisar gedir. Olur nə? 6a kvadrat üstə 2. Demək ki, bu hazır düstur bizdə düz verilib. İndi gətirib bunu əvəz edirik, yəni yerinə qoyuruq. Harda? Bizdən soruşulan bax bu cavabda. Bizdən soruş kök altında x. X-a demişik nə? 6a kvadrat üstə gəl 2 çıx 2 böl 6. Bizdə 2'lər ixtisar gedir. 6a kvadratı 6'ya böləndə qalır. Kök altında a kvadratı. Kök altında a kvadratından da çıxır a. A nə ilə işarə etmişik? 45677. Çox sadə, ən asan üsulla misalın həlli. Daha çox misalların gəlməsi üçün paylaşıb, yorum yazıb dəstək olmağı unutmayın.